Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Azərbaycana qarşı yeni müharibə. Paşinyan bütün planları açıqladı. ABŞ yoxsa İran? Trampla Pezeşkiyanın imzaladığı anlaşma kimi qalib etdi? İrandan Ermənistanla bağlı sərt açıqlama. Rusiya Ermənistana nota göndərdi. Ermənistanın baş naziri Nikol Paşinyan parlamentə düşən revanşistlərin müharibə istədiklərini deyib. Erməni baş naziri müxalifətin sülh müqaviləsini şübhə altına aldığını bildirib. O, Qarabağdakı keçmiş separatçıların qondarma bayrağının parlamentə gətirilməsini xatırladıb. Qeyd edək ki, indi parlamentə gələn fraksiya yenidən eyni bayraqları masasına qoyacaqmı? Təhlükəsizlik tədbirlərinin yaranması buradan başlayır. Çünki məlum olur ki, Ermənistan parlamentində sülh müqaviləsinin arxitekturasını qəbul etməyən qüvvə var. Bu birbaşa təhdiddir və reaksiyalar yaradır. Biz səbəb-nəticə əlaqələrini görməli və bununla üzləşməliyik, o deyib. Paşinyan bildirib ki, Ermənistanın 70 mindən çox vətəndaşı sülh gündəliyinə sadiqliyini təsdiq etdi. Onun sözlərinə görə Ermənistan özünü qorumaq üçün rıçaqlar tapmalıdır. Çünki casus şəbəkəsi ilə üz-üzə qalıb. Onlar de yure və de facto casus şəbəkəsidir. Dövlət arxayınlaşmamalıdır. Onlar spesifik yollarla məhv edilməli, əks halda münaqişəni canlandırmaq, yenidən müharibə yaratmaq üçün hər şeyi edəcəklər. Biz vəziyyətə nəzarət edirik, lakin xalqımız da bundan xəbərdar olmalıdır. Hazırda əsas sual belədir. Bu qüvvələr Qarabağ hərəkatını davam etdirəcəklər ya yox? Parlamentə gələn qüvvə seçki qabağı dövrdə deyirdi ki, 29.743 kvadrat kilometr ərazi ilə kifayətlənməməliyik. Əslində bu artıq qonşulara müharibə elan etməkdir. Bu qonşu ölkələrin bizə qarşı birləşməsi riskini yaradır. Ermənistan dövləti buna reaksiya verməlidir. Əks halda bizə deyəcəklər ki, siz bu bəyanatla razısınız. Paşinyan qeyd edib. Bugün İran mediasında Ermənistanla bağlı sərt məzmunlu açıqlama yayılıb. Bu barədə Azad İran Telegram kanalı məlumat yayıb. Əgər Ermənistan yaxın şərqdə İranın atdığı addımları nəzərə almayıbsa, bundan yalnız özü zərər görəcək. İran Körfəz regionunu hədəfə ala bildiyi kimi Ermənistanı da hədəfə ala bilər, deyə bildirilib. ABŞ və İranın imzaladığı anlaşma memorandumunun mətni Tehranın qələbəsi hesab olunur. Bu təkcə İran rejiminin propagandası deyil. Memorandum ən azı nəzəri olaraq ABŞ-nin geri çəkilməsi olaraq qiymətləndirilə bilər. 1. ABŞ İran kampaniyasında əsas hədəfinə rejimin dəyişdirilməsinə nail ola bilmədi. Əksinə, devirmək istədiyi qüvvələrlə masada razılaşır. Rejim nəinki dözdü, hətta tələblərinin əks olunduğu anlaşma memorandumuna da nail oldu. 2. İranın Hörmüz boğazı üzərində nəzarət hədəfi memorandumda əksini tapır. Bunun praktik olaraq baş tutması sual altında olsa da. 3. İran nüvə silahı əldə etməyəcəyi öhdəliyini götürsə də, nüvə ehtiyacları məsələsini açıq saxlayır və bu yekun razılaşmada əksini tapmalıdır. 4. İran bütün sanksiyaların aradan qaldırılması, gələcəkdə yenilərinin tətbiq edilməməsinə nail olur. 5. İranın Hizbullahla bağlı tələbi də memorandumda əksini tapır və bu Tehran üçün əsas nəticələrdən biridir. 6. Memorandumda proksi qüvvələrə dəstək və raket proqramı məsələsinin yer almaması da Tehranın mövqeyinin mühüm nəticəsidir. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, bu kontekstdə İranın qələbə elanı memorandum mətninə əsaslanır. ABŞ-nin qazancı zənginləşdirilmiş uranın durulaşdırılması, nüvə silahının əldə edilməməsidir. Vaşinqtonun anlaşma ilə nüvə proqramı da daxil olmaqla İran üzərində nəzarət imkanı əldə etməsi perspektivini proqnozlaşdırmaq mümkündür. Lakin buna nail olub-olmayacağı hadisələrin inkişafından asılı olacaq. Hazırda isə memorandum Tehran maraqları üçün daha məqbuldur. Ümumilikdə anlaşma memorandumunun yekun razılaşmaya çevrilib-çevrilməyəcəyi, 60 günlük müddətdə proseslərin razılaşma çərçivəsində davam edib-etməməsi sual altındadır. Rusiya Gümrüdə Sovet abidəsinin təhqir edilməsi ilə əlaqədar Ermənistana etiraz notası göndərib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.